İmam Mehdi əleyhissalam zuhur edəndən sonra oxuduğu ilk ayə bu olacaq. Bunu bütün dünya insanları eşidəcək. Həzrət bununla da öz ədalətli hakimiyyətini dünyaya elan edəcək. Bu, Hud surəsinin 86-cı ayəsidir. İmam buyurar, Allahın qoruduğu sizin üçün ən xeyirli və bərəkətlidir. Əgər siz mümin olsanız. Daha sonra Həzrət buyuracaq, Allahın yer üzündə qoruduğu və nümayəndəsi mənəm. İmam Sadiq əleyhissalam buyurur, Həzrətin zuhur vaxtı ən məşhur və çox istifadə olunan ləqəblərindən biri də Bəqiyyətullah ləqəbi olacaq. Hamı uzaqdan və yaxından Həzrətə salam vermək istəsələr, belə deyəcəklər. Əssalamu aleykə ya Bəqiyyətullahi fi ərzi.